Hər kəsə salam qızlar. Gəlin sizinlə birlikdə çox sevilən, təriflənən və bəyənilən bir məhsulu yoxlayaq. Görək həqiqətən də deyildiyi qədər varmı? Söhbət Sinozun yaşıl kremindən gedir və deyilənə görə üz nəmləndirici olsa da üzdəki qızarıqlığı aradan qaldırır və rəng tonunu bərabərləşdirir. Bu da mənim çox diqqətimi çəkdi. Qapağını açıram və kremin rəngi yaşıldır. Maraqlıdır. Qiyməti hal-hazırda 20 manatdır, amma mən endirimlə 15 AZN almışam. Ölçüsü isə 15 millidir. Hal-hazırda üzümdə makyaj yoxdur. Tərtəmizdir. Gəlin birlikdə üzümə tətbiq eləyək və baxaq görək həqiqətən də işə yarayırmı? Mən həqiqətən çox bəyəndim. Çox gözəl, həm parlaqlıq verdi, həm rəng tonunu bərabərləşdirdi. Gəlin bütün üzümə tətbiq eləyim. Aydın şəkildə baxaq. Yaşıl rəngdə olmasına baxmayaraq üzdə dağıdandan sonra öz rəngimlə bərabərləşdi. Tonal krem istifadə etmək istəməyənlər üçün məncə əla seçimdir. Baxın, günəş işığında da sizin üçün çəkim parlaqlıq verdi və rəng tonunu bərabərləşdirdi. Həqiqətən də yaxşı məhsuldur.